Önemli informasiyalar var. Konsert ərəfəsindəyəm. 3 gün sonra konsertimizdir. Yeni filmə hazırlaşıram. Çox gözəl bir filmə. Bunu ışıqlandıra bilərsiniz. Bunları niyə etmirsiniz? Niyə insanların qəlbinə bu qədər? Niyə beləsiz? Həqiqi deyirəm. Ayıb deyil. Biz valideynlərimizi seçmirik. Və onlara görə cavabdeh deyilik. Hər dəfə bunu mənim yadıma salmaq, hər dəfə gözümə soxmaq. Bəlkə bəsdir, insanları da iyrəndirirsiniz. İnsanlığınız olsun. Onsuz da 5-3 nəfəri ortada olan o tərbiyəli, istedadlı aktrisalar. Uğurlarımızdan danışın. Vurmağa çalışmayın. Evimiz olsa belə örtün. Ayıbdır, həqiqətən ayıb.